Cinsi əlaqədən sonra qan gəlirsə, dərhal ginekoloqa müraciət edin. İlk növbədə aşkarlamaq lazımdır ki, uşaqlıq boynunda hər hansı bir törəmə varmı? Təəssüflər olsun ki, uşaqlıq boynu törəmələri xüsusən də cavan yaşlı qadınlar arasında bugün həddindən artıq çox yayılmışdır. Amma çox şükürlər olsun ki, uşaqlıq boynu törəmələrini erkən aşkarlamaq və məhz xərçəngönü mərhələdə onu tamamilə müalicə etmək mümkündür. Bunun üçün 2C sadə testdən keçməklə uşaqlıq boynu xərçənginin skrininqini etmək lazımdır. Biz bunu Apro Hospitalda həyata keçiririk və skrininq nəticəsində alınan testlərin nəticələrinə əsasən lazım olduqda kolposkopiya müayinəsi də aparılır. Əzizlərim, gəlin bugün uşaqlıq boynu xərçənginin skrininqindən keçək ki, sabah uşaqlıq boynu xərçəngi ilə mübarizə aparmalı olmayaq. Erkən mərhələdə aşkarlamaqla sağlamlığımızı təsadüflərə buraxmayaq.